Sizcə bu bir ədəd bolt müştərini 160 manat ziyana sala bilərmi? Mən deyim bəli, sala bilər. Deməli, müştəri özü söküb paltar yuvağını, barabanı təmir eləyib. Ancaq söktüyü vaxt ehtiyac olmasa da bu platanı söküb bu hissədən. Ondan sonra geri yerinə yığan zaman bu boltu bura bağlamağı unudub. Yadından çıxıb. Sonra müştəri başlayır paltar yuvağını işlətməyə. Yüksək sıxma rejimində plata oynayır. Buradan bu formada çıxır. Düşür burada daşın üstünə. Və bu IPM-in Beltik soyuducu radiatorudur. O qədər bu daşla sürtülür ki, tak 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 və IPM dağılır. Daha doğrusu prosesor dağılır. Prosesorla da bərabər IPM də dağılır. İndi onu keçid yerinə. Gəldik, müştəriyə paltar yuvağını, platasını təmir etdik, təhvil verdik. Evdə özünüz paltar yuvağını təmir edərkən bu xüsuslara diqqət edin. Biz usta olaraq nə hardan söktüyümüzü şərti reflektiv olaraq əzbərləyirik. Ancaq siz bu məsələlərdə diqqətli olmayanda bu müştəri kimi bir ədəd bolta görə 160 manat ziyana düşürsünüz. İzlədiyiniz üçün çox sağ olun, təşəkkürlər.